Salam, hörmətli izləyicilər. Bu günləri biz Məştəqadayıq. Məştəqanın gözəl yerində, yola yaxın, təvaylıq deyilən ərazi, Xanlar massivində, ümumi üç sotun içərisində inşa edilmiş belə gözəl həyət evi satılır. Həyət evi 7 daş kürsülüdür, ümumi sahəsi 110 kvadrat metrdir. Belə geniş həyəti var, yer tam etdi. Bostan hissəsi, həyətində meyvə ağacları var. Bura evin podvalı 7 daş kürsülüdür, quru podvaldır. Bura bostan yeri. Evin yanları boşdur. Hardasa divardan 1-2 metr məsafəsi var. Bura həyətdəki sanitar qovşaq. Üstündə bölünmüş su çəni var. Bura manqalxana kimi nəzərdə tutulubdur. Keçək evin daxili ilə sizə tanış edim. 7 daş kürsülü evdir. Bura giriş hissəsidir, bağlı, yığılıbdır plastiklə. Evin girişi, xolu, geniş xolu var. Pollar taxtadır, qapılar taxtadır. Qeyd edeyim ki, ev sahibi özü bütün remontunu şəxsən özü nəzarət edibdir. Şəxsi özünə tikilmiş evdir. Bura bir yataq otağıdır. Qeyd edeyim ki, yataq otağı və ümumi bütün otaqlardakı əşyalar hamısı qiymətə daxildir. Stil sistemi kombidir. Aboylar falan hamısı əla vəziyyətdə. Heç bir təmir xərci tələb eləmir. Hal-hazırda rahat paltarınızı götürüb gəlib yaşaya bilərsiniz. Bura bir yataq otağı. Pəncərələr təhlükəsizlik reşotkası ilə reşotkalanıb bütün pəncərələr. Bura hamam hissəsi. Bura tualet. Kombi burada quraşdırılıb. Bura mətbəx hissəsi, geniş mətbəxi var. Tam hazır vəziyyətdə evdir. Bura qonaq otağı, geniş qonaq otağı var. Təxmini bir 35 kvadrat metr sahəsi var qonaq otağının, genişdir. Kondisioneri var. Qeyd etdiyim kimi bütün əşyalar hamısı qiymətə daxildir. Dəyərli izləyicilərim, bugünkü gündə qiymət çox əladır bu zona üçün. Yəni özünüz sıfırdan belə bir ev tikməyə çalışsanız, baha gəlib çıxacaqdır. Ona görə yəni bugünkü gün bazar dəyərindən ucuz satılır ev. Hörmətli izləyicilərim, evin qiyməti 73 min manat, əşya qarışıq. Kimə maraqlı olsa, bizimlə əlaqə saxlaya bilər. Təşəkkür edirik.